Davam edirik. Leyla və Məcnunun uzun versiyası ilə. Biz kitab versiyasını, onun sürüf dərsliyində sonuncu dəfə anasının Leyliyə məsləhəti hissəsi ilə bitirdik. İndi bura gəlir. Leylinin anasına cavabı görək. Leyli nə deyir? Aha. Leyli bu itabı üçün eşitdi. Öz könlündən müqərrər etdi. Kim şöbədə-i sipehri zalim tərh eylədi nəqşə müalim. Leyli bu məzəmməti eşidəndə ürəyində belə qərara gəldi ki, zalim fələk onun tali səhnəsində dəhşətli bir oyun çıxar. Gəldi ki, başım dərdədir. Biz elə bu deyəcəkdim nəsr hissəni oxuyaq, amma istəyirəm ki, bu buranı oxuyaq. Matar tutub, təriq-i inkar, asar-i təcahül etdi ishar. Gülzar-i itabə ad verdi, giryan cavab verdi. Əlatsız qalıb danımaq yolunu tutdu. Yəni, hər şeyi danır, yaşadığı eşqi danır. Özünü bilməzliyə vurub, məzəmmət gülşənini sulayaraq, ağlaya-ağlaya cavab verir. Aha, hər şeyi danır və ağlayaraq cavab verir. Key monisi ruzigarım ana, dürcü şahvarım ana. Sözlər deyirsən ki, bilməzəm mən, məzmununu fəhm qılmazam mən. Deyirsən məşuq-i eşq-i aşiq, mən sadə zəmir, tifli sadiq. Bilmən nədir ol hadisə məzmun, söylə necə olmayım digər gün. İşqin qılmazdı kimsə yadın, ha səndən eşitdim imdadın. Billah nədir ana eşqə məhfum, bu sirri nihanı eylə məlum. Hadiyi rəhi muradım olğun, bu şibədə ustadım oldu. Mən məktəbə rəyim ilə getmən, bir şüğl-i xilafi rəyin etmən. Həm deyirsən ki, məktəbə var, həm deyirsən ki, getmə zinhar. Qanığı sözə etiqadım olsun, sənə necə etimadım olsun. Artıq bu sözü mükərrər etmə, lütf eylə, məni mükəddər etmə. Çünki, indi Leyla sözlərini oxuyaq. Deyir, ey ömrümün munisi ana, mənim şəhanə incimin müzrüsü ana, anasını tərifləyir burada. Elə sözlər deyirsən ki, başa düşmürəm, məzmununu anlamıram. Məşuqə, aşiq, eşq deyirsən. Mən sadə deyil, sadiq uşağam. Onların mənasını bilmirəm. Söyləmə, mən necə mərtəl qalmayım? Heç kəsdən eşq sözü eşitmədim. Bunu indi səndən eşitdim. Allah eşqinə. Ana, deyək, eşqin mənası nədir? Bu gizli sirri aç. Mənim murad yolumda rəhbərim ol, bu işdə ustadım ol. Mən məktəbə öz başına getmirəm. Sənin fikrinə zidd iş tutmuram. Həm özün deyirsən məktəbə get, həm də deyirsən ay aman getmə. Bu sözə, hansı sözə inanım, sənə necə etibar edim? Bu sözü bir də təkrar etmə. Mənə yazğın gəlsin. Dərdə salma. Üçün ana eşitdi bu cavabı, tərk etdi şikayəti itabı. Şəksiz ona rövşən oldu ki, olmaq aşiqlikdən deyildir agah. Bihudədir ol qamusu fəsanə, kim aşiqdir filan. Çün vaqiyə şək məhəlli oldu, ol vaqiyyədən təsəlli oldu. Leyli həm oturdu evdən açar, düzdü sədəfinə dürrü şəffaf. Ana bu cavabı eşidir və şikayətdən, töhmətdən əl çəkir. O, ay üzünün aşiqdən xəbərsizliyi ona aydın oldu. Danışılanların hamısının boş əfsanə, kiminsə kimə aşiqliyinin boş söz olduğuna inandı və təsəlli tapdı. Leyli də əlatsız evdə oturdu. Şəxanə inciyə bənzər, göz yaşları axıtdı. Hərdən çəkib, ol qəm içrə min ah, səbr etdi zərurət ilə olmaz. Dərd ilə düzüb təranə-i qəm, bu bir qəzəl oxurdu hərdən. Hərdəm qəm içində min ah çəkə-çəkə o ay üzlü zərurətə səbirlə qatlaşdı. Dərdlə qəm nəğməsi qoşaraq bu qəzəli oxuyurdu. Fələk ayırdı məni cövr ilə cananımdan, həzər etməzmi əcəb nalə və əfqanımdan. Bu qəzəli oxumağa ehtiyac yoxdur. Sadəcə olaraq məzmununa baxaq görək. Məzmunu nə haqdadır? Fələk zülm ilə məni cananımdan ayırdı. Acaba mənim nalə və
qanımdan cana gəlməzmi? Əgər şöləsi ilə göylərin 9 qatını yandırmasa, mənim yanan ürəyimin ahının odundan nə çıxar? Gizli qəmim məni öldürdü. Bu da bir qəm ki, gül üzümün bu gizli qəmdən xəbəri olmadı. Həm nəfəsim ahım idi ki, axırda o da bezikib qəm evindən çıxdı. Can əgər məhəbbət təsiri ilə bədənimdən çıxsa, sanmayın ki, məhəbbət təsiri bədənimdən çıxa bilər. Lütf edib, ey külək, bugündən belə bəlkə sən bir xəbər verəsən nazlı sərvimdən. Ey Füzuli, ayrılıq qəmi ilə halım pərişandır. Heç kəsindən mənim pərişan halımdan xəbərim yoxdur. Bu bir növ şeyə bənzədi. Məni canından usandırdı, cəfadan yar usanmazmı qəzəlinə bənzədi və bu qəzəli kim yazıbdı? Bu qəzəl Füzulinin qəzəlidir. Sadəcə burada Leylinin dilindən verilmiş kimi göstərir. Deməli, kim yazıbdı? Əslində Füzulinin qəzəlidir. Nədən bilirik? Sonda bax deyir, ey Füzuli. Özünə müraciəti var burada. Müraciət edir. Yəni Füzulinin qəzəlidir. Sadəcə Leylin dilindən deyir. Məcnunun Leyliyə səhrada rast gəlməsi. Bir gün ki, Bahari aləməfruz vermişdi cahanə feyzun olur. Salmışdı niqab çöhrədən gül, çəkmişdi sürudi nalə bülbül. Şəbnəm meynabı ilə lalə, doldurmuş idi qızıl piyalə. Olmuşdu gül ilə səbzə-i tər, firəzə furuz ləlpəvə. Bir neçə müsahibi vəfadar, məcnunu şikəstəyi görüb zar. Hər yan dedilər ki, ey bəlakeş, gül çağıdır, olmağı müşəvvəş. Bu fəsildə Adəmi gərək şad, ənduhi bəlavi qəmdən azad. Çün əbr deyirsən, olma giryan, çün seyil deyirsən, etmə əfqan. Ey gönsə dəhanı, səmqamət, gül, oyna, zamanı, et fərağət. Pakizə vücudə heyfdir qəm, böyle dəxi qalmaya bu aləm. Seyr üzrə bu növ bahar fəsli şayət bulunay digar vəsli. Gəlin baxaq, nə deyim? Bir gün aləmi işıqlandıran bahar dünyaya Novruz feyzi gətirmişdi, deməli bahar fəslində. Gül üzündən pərdəli götürmüş, bülbül lalə nəğməsini uzatmışdı. Lalələr şehmeyindən qızıl piyalə doldurmuşdu. Gül ilə təzə yaşıllıq firuzə ilə qızılı andırırdı. Bir neçə vəfalı həmsöhbəti, Məcnun yazığı ağlar görüb hər tərəfdən dedilər. Ay başı bəlalı, gül çağıdır, pərişan olma, bu fəsildə gərək adam şad, qəm qüssədən azad olsun. Bulud deyirsən ki, ağlama, sel deyirsən ki, fəryad qılma. Ey qönçədəsən, səmqamət. Oyna, gül, biraz rahatlan. Təmiz vücuda bu qədər qəm çəkmək heyifdir. Dünya belə qalmayacaq. Bu yaz fəslində biraz gəzməyə çıxsaq, bəlkə yarınla da görüşərsən. Aha, deməli Məcnunu hansı bəhanə ilə gəzməyə aparırlar? Leylini bəlkə görəcəksən bəhanəsi ilə aparırlar. Bunu qeyd elə mütləq. Keçdik gördü yazılını. Məcnun həzin ayağa durdu, səhralara seyir üçün üzürdü. Giryan qılırdı seyran, heyran gəzərdi hər yan. Gəh səbzəyə ərz naz edərdi, gəh laləyə min niyaz edərdi. Çeşminə sürərdi lalə dağın, aşıq sanılan öpüb ayağın. Dərli Məcnun ayağa durur, gəzmək üçün səhraya üst tutur. Ağlaya-ağlaya seyir edirdi, heyran hər yanı gəzirdi. Gəh sirrini yaşıl otlara açırdı, gəh laləyə yalvarırdı. Lalənin sinəsinin dağını gözlərinə sürtərdi, onu aşıq bilib ayağını öpərdi. Bir mənzilə düşdü rəhgüzari, kim seyirdə idi onda yari. Bir neçə pəri ruh ilə həmdən Məcnun şikəstədən müqəddəm. Leyli güzər etmiş ol fəzaya, salmış gülü lalə üzrə sayə. Bir səbzəyə səbz xərgəh urmuş, meh səhvi çəməndə halə qurmuş. Qönçə kimi ol lətif xərgah, gül bərgi kimi içində olma. Məcnunə müqabil oldu Leyli, bəhri qəmə yetdi, dərd seyli. Leyli demə şəmi məclis əfruz, Məcnun demə atəşi ciyərsuz.
Leyli demə cənnət içrə bir hur, Məcnun demə zülmət içrə bir nur. Leyli demə övcü hüsnən bir mah, Məcnun demə mülki eşqi bir şah. Leyli demə bir yeganə-i dəhər, Məcnun demə bir fəsanə-i şəhr. Deyən gözlənilmədən yolu bir yerə düşdü ki, orada sevgilisi də bir neçə gülüzlü ilə birlikdə Məcnun xəstədən ayrı gəzib, kölgəsini laləliklərə salırdı. Bir çəməndə yaşıl çadır qurmuşdu. Elə bil ki, ay yaşıllıqda halə, yəni işıqlı dairə salmışdı. O gözəl çadır gönçəyə, ay üzlü isə onun üzündəki gül yarpağına bənzəyirdi. Leyli ilə Məcnun üz-üzə gəlir, dərd sirri qəm dəryasına qovuşur. Deməli, Leyli ilə Məcnun üz-üzə gəlir. Leyli demə, məclisi işıqlandıran bir şam. Məcnun demə, ciyər yandıran atəş. Leyli demə, cənnət içində bir huridir. Məcnun demə, zülmətin içində bir nurdur. Leyli demə, gözəllik zirvəsində bir aydır. Məcnun demə, eşq mülkündə bir şahdır. Leyli demə, zəmanəsinin yeganəsidir. Məcnun demə, bir şəhərin əfsanəsidir. O iki sərb qamətli və yasəmən boylu bir-biri ilə qarşılaşır. Məcnun huşunu itirir. Heyranlıq dəryası coşur. Bir anlığa o aya baxa bilmədi. Kölgə kimi yerə sərildi. Bu nəzr hissəni artıq izah edirəm ki, çünki o hissəni onsuz da başa düşürmək çətindir ona görə. Leyli də ixtiyarını itirib, nigarını bir an belə görə bilmədi. Heyranlığı o yerə çatdı ki, yıxıldı, huşu getdi. İkisi də huşunu itirir. Üzünə gül suyu səpib Leylini özünə gətirdilər. Deməli, Leyli ilə Məcnunun səhrada qarşılaşması zamanı bu hissədə nə baş verir? Məcnun dostlar deyir ki, bahar fəslidir, üzülmə, ye, iç, gül, keyf, əylən, keyf elə əylən. Gəl gedək səhraya, deyir, bəlkə sən Leylini orada görərsən, yəni yarını orada görərsən və bunlar qarşı-qarşıya gələndə hər ikisi huşunu itirir. Hər yandan ona deyirlər ki, ey ayüzlü, bunu Leyliyə deyirlər. Leyliyə, sonra Leylini oyadırlar. Leyliyə deyirlər ki, birdən atan onun xəbər tutar, özgə ilə aşina olubsan, bir gözələ əsir olubsan. Yaxşı baxsan, bu yamandır, həm sənə, həm də bizə ziyandır. Oradan çadır və xalılarını yığışdırıb o ayüzlünü öz çadırına aparırlar ki, atası, anası xəbər tutmasın. Heç kimə söz açmırlar. Qan yaşlı gözlərinin suyu üzünə səpilib, Məcnunu oyadır. Görür ki, nigarından bir nişan yoxdur. Leylini aparmışdılar axı. Soğun bir bədən var, canısa yoxdur. Divanə qalıb, təri gedibdir. Dilbəri onu qoyub gedibdir. Geyimini yırtıb, nalə çəkdi. Halı özgə hala düşdü. Həmdərdlərindən üzr istər, yəni dostlarından. Ey mənim dostlarım, sevdaşlarım, göz yaşlarımın seli üstümə hücum etdi və mən yazığı qərq elədim. Mən xəstə ilə oturub durmayayım ki, bu suda siz də batmayasınız. Aha, Məcnun dostlarına deyir ki, məndən oturub durmayayım ki, siz də mənim kimi olmayın. Mən məlamət rənginə boyandım, sevda vurğunluğu odunda yandım. Bu od ki, cana düşdü, əlbəttə alışıb yüksələcək. Mən bir quşam, yuvamdan uçub getdim. Mən hara, ev meyli hala, hara. Mənə evdən çox da danışmayın, mən daha ora getmərəm. Bu deyir ki, daha evimə getməyəcəm. Atam sizdən halımı, dərdimi, məlalımı sorsa deyin ki, atam soruşdu. Əyin başını yox elədi. Zaman onun bəxtini qaraqdı. Ey əhvalı pozulmuş məhzun qoca, mənim ucundan Tanrıdan dad eləmə. Demə ki, bu macəralar nədir? Bu bəlalar səndən mənə yetişdi. Mən dünyanın qəmini, yerin, göyün, təşvişini bilmirdim. Atasını günahlandırır. Yəni, mənim dünyaya gəlməyimdə sənin rolun var. Niyə? Yəni, mən dünyaya gəldim ki. Və bir də burada deyir, tutaq ki, atam mənim halımı soruşdu, deyin ki, elədir, belədir. Bu, Uruzun dustaq olması boyunda da vardı. Hansı ki, Uruz atasından anasına göndərirdi. Deyir, anam mənə soruşdu, belə-belə deməm. Sən mənim yaranmağımın vasitəsi oldun. Yoxluq neşəsindən məni ayırdın. İstədin ki, mənimlə şad olasan. Nə böyük dərd ki, ümidim bərbad oldu. Deyir ki, mənim yaranmağıma səbəb sənsən. Mənə deyir ki, mən yox idim da, məni sən gətirdin bu dünyaya. Və istəyirdin ki, mən sənin varisin olum, sən də ki, mənim varis olmağımdan şad olasan.
Amma çox böyük dərddir bu. Çünki sən ümid elədiyin kimi olmadı. Bir dəqiqə. Hə. Deyir, mən yox olmuşam. Mən yox olmuşam. Amma sən var ol. Ümidini özgə oğula bağla. Bax, burada da deyir sənə özgə oğula. Bazen Uruz deyirdi ki, sizin özgə oğlunuz da olar. Bu da deyir, özgə oğula bağla. Uruzla hadisi oxşar götürmək olar bunu da. Məni üzürlü say, ey əzizim. Mən qəsd ilə səndən ayrılmadım. Mən çalışdım ki, səni xoşbəxtliyə çatdıram. Ətəyimə möhnət, həsrət tikanları ilişdi. Göz yaşları yolunu sel kimi bastı. Aha, gəldik. Məcnun atasının Leyliyə elçiliyə getməsi və rədd cavabı alması. Görək. Söz Cövhərinin alıcısı bazarı belə qızışdırdı. O qoca qəm içində aciz qalıb. Məcnunun zəncirlənməsi fikrinə düşdü atası. Və bildi ki, əgər Leyli olmasa, onu sakitləşdirmək mümkün deyil. Onu istəməyə lazım bildi. Başına ali və böyük şəxsləri toplayır və Kəbəyə gedir. Yəni, Kəbəsinə gedir deyəndə, Leylinin yanına gedir də, yəni, əslində, Məcnunun ən böyük arzusu Leyliyin ona görə. Leylinin atası xəbər tutan kimi, uca rütbəliləri, böyükləri toplayıb onları qarşılamağa çıxır və xoş gəldiniz deyir və min kərə gəlşiniz xeyir olsun dedi. Hamı şam kimi oturdu. O isə səhv kimi ayaqsız qaldı. Qonaqlarını böyük arzulara çatdırmaq üçün misli bərabər olmayan yeməklə dolu süfrə açdı. Bu da İskəndərnamədə müşabə kimidir. Qonaqpərvərdir. Deyir, səhv kimi ayaq üstə qaldı. Bu Leylinin atası. Leylinin atasıdır bu. Hamısına qulluq edir də. Süfrə yığışılır, sonra qoca dərdini açır, deyir ki, ey qüdrəti ilə qəbilələr qibləsi, hamı sənin vasitənlə öz arzusuna yetir. Əslim, nəslim sənə məlumdur. Hökmümə minlərlə ev tabidir. Əməlimin xurma ağacıqlar verib, Tanrı mənə bir gövhər veribdir, gövhər. Məcnunu deyir burada. Məcnun gövhər. Bu nadir incimi bir ləl ilə, ləl, bu da Leylidir. Qarşılaşdırmaq istəyirəm ki, onlar bir-birinə qovuşub və sevincinə nail olub. Deməli, Məcnunun atası oğlunu gövhərə, Leylini isə lələ bənzədir. Görək, nə olur? Deyir, eşitmişəm, sənin mənim incimə yaraşan bir ləlim var. Lütf elə, kərəm və yardım göstər, o ləlinlə mənim incimi əzizləndir. Səv gülü öz kölgəsində bəsləsin və gül sərvin sayəsində olsun. Sözümü anla, qəflətdə də qalma. Bu xeyir işdir, gecikmə. Əgər bu arzum səndən yerinə yetsə, məndən nə diləsən istə. O sərv boylun atası, gizli xəzinən əjdahası lütfdən cavab verdi. Ey müdrik və mənim kimi övlad tələsin nəsli. Xoş gəl, səfa gətirmişsən. Bizi yerlərdən götürmüşsən. Müraciətini deyib çox çətindir. Heç bilmirəm ki, necə cavab verim. O dəqiqə razılaşmır, deyir ki, bilmirəm sanki necə cavab verim. Bilirəm ki, sənin qohumluğun mənə şərəf verər. Amma varisin qəribə övladdır. Xalq ona Məcnun deyib tənəyin. Mənim qızım niyə Məcnuna layiq olsun? Divlə pəri dost ola bilərmi? Olmaz. Söz açma, sus. Bir tədbir ilə xasiyyətini dəyişib, sevdasını əlac eyləsən, əhd edirəm. Leyli onun olsun. Bir tədbirlə xasiyyətini dəyişib, sevdasını əlac eyləsən, yəni onun sevgisini əlac eyləsən, Leyli onun olar. Engin oğlunu savad deyir, Məcnun olmasın, dəli olmasın. Aha, gəlin, Nofəlin Məcnunla söhbəti. O vaxt bir xoşbəxt, ədalətli, arzu sağlı, qılıncı ilə çox çətinliklər düyününü aça bilən Nofəl adlı zəmləri məşhuru vardı. Bu, həm eşq yolunda çox yürümüşdü, həm də çox zəmanə zülmü görmüşdü. Bir gün məclisində Məcnunun qiymətli gürə bənzər şeiri oxunurdu. Onun səlis üslubunu, yandırıcı sözlərinin məzmununu çox bəyəndi. Deməli, Nofəl
Məcnunu necə tanıyır? Onun məclisində mi olur? Xeyr. Məcnun onun məclisində olmur. Sadəcə, deməli, bir gün məclisində Məcnunun qiymətli şeiri oxunur və bu üslubda onun xoşuna gəlir, məzmunun bəyənir. O kimdir deyə, həm də bu da eşq əhlindəndir də, eşq yolunda çox yürümüşdü deyir. O kimdir deyə soruşur, deyirlər ki, ey şah, onu bir ay özünə vurğun edibdi. Yəni, Leyla onu özünə vurğun eləyibdi. Bu da rüsvaylığı özünə peşə eləyibdi. Həmişə heyvan və vəhşilərlə bir yerdə gəzir. Nofəl Məcnunu görmək istədi. Yoldaşları ilə səhraya yollandılar. Onu bir küncdə atılmış və ağlar tapdı. Yəni Məcnunu. Halını yaman gündə gördü. Ətrafını quşlar və vəhşilər bürümüşdü. Yırtıcı heyvanlar onu dövrəyə almışdılar. Vəhşilər qoşunu görüb dağılışırlar. O vəfadar Məcnuna çatıb mehribanlıqla deyir, ey xəstə, bu nə əzabdır çəkirsən? Niyə xəzinəni zayi etmirsən? Vəhşilər sənin qədrini nə bilərlər? Həmcinslərindən kamını dilə. Hal əhlisən, hal əhlini istə. Sərgərdan səhralara düşmə. Bunu nə ilə oxşar eləyə bilərik? Deyir ki, Basatla bunu oxşar eləyə bilərik. Yəni, özünkilərlə oturdur bu mənada. Dövləti huma quşundan, xəzinəni əjdahadan istə. Necə ki, qəmxarın mənəm, qəm çəkmə. Sabah yarın sənin olar. İşin qızılla töksə, yük qızıl tökərik, kam olar. Deyək, qızılla onu almaq olsa, qızılla alarıq. Yox, vuruşmaq lazım gələr, qan tökərik, qənimət sənə çatar. Mənlə dost ol, bil ki, mən səninləmsə, demək, o da sənindir. Aha. Məcnunun Nofələ dərdini izhar etməsi, yəni izah eləməsi. Məcnun deyir ki, zamanəni yegəsin. Çox dua tədbirlə cəhd elədilər. Deyir, çox dua eləyirlər mənim üçün. Amma mənə yardım göstərmək istəyirlər, lakin pəri divə tabi olmaz. Yəni, Leyli, pəri deyəndə Leyli. Deyir, Məcnun. Pərim, Leyli, Məcnuna tabi olmur. Torpağa çox qızıl töküldü. Bir fayda olmadı. Səndə bilirəm, lütf çoxdur. Amma nə fayda? Məndə bəxt yoxdur. Bilirəm ki, sürmə göz işığını artırır. Göz kördürsə nə fayda? Bəxtimə inamım yoxdur. Murada çatmağım çətin görünür. Aha, bəxtimə deyir ki, bilirəm ki, bəxtim yoxdur. Murada çatmağım çətindir. Ah, qorxuram. Qorxuram ki, bu işə başlayasan, işte sən istədiyin kimi getməyə və sevgilim mənə yar olmaya və həm də bütün dostlarım dönüb düşmənim olur. Bilirəm ki, bəxtim yamandır. Sən vermək istədiyin fayda mənə ziyandır. Bəxtim sifətində bir qəzəl var. Daim onu mən deyirəm. Bu qəzəl Ağlar Məcnunundur. Bu da bilmiyorum sonunda Füzuli, dünya əhlindən üst çevirsən eyib tutma. Bu da yenə bu qəzəl kimindir? Füzulinin qəzəlidir. Bu sadəcə sanki Məcnunun qəzəlidir kimi verilir. Nofəlin ikinci dəfə vuruşub qalib gəlməsi və əhdini pozması. Elə ki, Rum pəhləvanı ox çəkib Şam əhlini əmrə tabi etdi. Rum pəhləvanı Nofəl, Şam əhli də olur Leylinin atası. Tabi eləyib, Türk silahı qalib çıxdı. Türk silahı. Ərəb qoşunu məğlub çıxdı. Deməli, bax, Türk silahı deyəndə Nofəlinə zərbə tutur. Ərəb silahı deyəndə bu da Leylinin atasına zərbə tutur. Və yox, bir dəqiqə. Ərəb qoşunu məğlub çıxır. Adətcə yenə o iki ordu vuruşmağı qərarı alır. Yox, burada burada mətnaltı məna var. Burada mətnaltı məna var. Burada demək istəmir. Həqiqət döyüşdən getmir söhbət. Bax, bu indi
Bunun təhlili nə deməkdir? Buna dəqiq baxaq. Bu, baxanda ilk görüşdən oxşuyur ki, Nofəllə Leylin atası vuruşubdur, kimsə qalib gəlmir. Bu, səhərin açıldığını bildirən hissədir. Səhərin açıldığını, burada həqiqi söhbət getmir. Bu söhbəti bildirmir. Bu, səhərin açıldığını bildirir. Bu, Füzulinin yaradıcılığında səhərin açılmağı bu cür göstərilir. Klassik ədəbiyyat belədir. Müəyyən ifadələr var ki, onlardan istifadə edərək müəyyən mətnaltı məna yaradırlar. Bu da səhərin açıldığını bildirir. Yenə deyirəm, bayaqki kimi yox. Bu, həqiqətən qarşı-qarşıya gələn vuruşma demək deyil. Pəhləvanlar o xəyal atırlar. Baş kəsilir, qan tökülür və nə olur gələk sonra? Deməli, bax, burada deyək ki, qısası əvvəlki vuruşdan fərqli olaraq Nofəl bu dəfə qalibdir. Deməli, birinci vuruşda Nofəl uduzur. İndi ikinci vuruşda Nofəl qalib gəlir. Və düşmən itaət hökmünü qəbul edib aman istəyir. Leylin atası başını açır, gözündən yaşdan yaş tökür, acizanə deyir ki, ey başçı, müdrik və ədalətli şahlar şahı. Deyir, əgər bu istirab Leyli üçündürsə, yox demirəm. Ancaq adət belədir ki, bir qadına iki ər ayıbdır. Leyli qəbilədə nişanlıdır. Əbədilik qolu nigahla bağlıdır. Əgər hökmün bu qaydanı pozursa, bari o qızı özgəyə vermə, sən al. Gül yarpağımızı bada vermə, namusumuzu sənaya vermə. Nofəl deyir ki, nə deyir görək? Deyir ki, mən insafa qarşı deyiləm, ədalətə qarşı deyiləm. Mən vəfalı, vicdanlı biriyəm və deyir ki, mən özüm bu elədiyimdən, sizə elədiyim bu zülümdən xəcalətliyim. Məqsədim öz muradıma yetmək deyildi. Mən deyir ki, bir sınmışam, yəni Məcnuna deyir ki, dərman istəyirdim. Amma bir xəstəyə sağlamlıq diləyirdim. Deyir, amma gördüm ki, bu tələb çətindir, xəstə əlacısızdır. Zülmümdən peşman olmuşam. Deməli, Nofəl peşman olur elədiyindən. Deyir, qoy bu səhvimi Allah bağışlasın. Mal dövlətin də gərək deyir, sənin olsun. Ged indi arxayın ol. Bundan sonra heç nədən qorxma. Bunu deyir və çıxır gedir. Görək, sonra hansı hissə gəlir. Leylinin İbn Salama nikah edilməsinin Məcnuna xəbər verilməsi. Deməli, Zeydi necə deyir? Bu nadir bir dost idi, Məcnun dost idi və vəfalı idi. Zeynəb adlı büt kimi bir gözəl nəsr idi. Deməli, Zeyd də Zeynəbi sevir. Bu da zınla başlayır, bu da zınla başlayır. Zeynəb. Məhəbbətin cəfasını çəkmiş, məzəmmət bəlasını görmüş. Deməli, Məcnunu, Nofəli və Zeydi üçün də oxşar cəhəti, deməli, bax, Məcnun, Nofəl, bir də Zeyd. İşqin cəfasını çəkiblər. Həmişə deyir ki, bu zavallı və kədərli aşiq Məcnuna meyil eləyərdi. Leylin ərə getdiyini o ağlar yəqin edən kimi üzünün rəngi saralmış, göz yaşlarına qana boyanmış, dərhal özünü Məcnuna yetirmişdi. Deməli, Leylin ərə getdiyini bu xəbər verir Məcnuna. Zeyd gəlir, deyir. Məcnun deyir, ey vəfalı dostum, qəmli çağlarımda qəmküsarım. Söhbətin həmişəki deyil, şadlığın hər günkü deyil. Sənə nə olub, dünya ağlayırsan? Kədərinin səbəbi nədir demənə? O da deyir ki, ey bəlakeş, ey bəlakəkən. Dünən bəxt ulduzun qaraldı. Dövran sən yazdığa zülm elədi. Yarın İbn Səlamın qisməti oldu. Səninsə qismətinə yanıb sızlamaq qalır. Sevginin özgə məclisin şamı olur, sənin qismətin ürək oduna dözmək olubdur. Leyli başqasına yar oldu. İndi get bundan təsəlli al. Sənin fəğanın, ahın, yanmağın hamısı zay olub deyir. Məcnun bunu eşidəndə ahın alovu göylərə ucalır.
Vəhşilər içində bir nalə çəkir, əlinə qələm alır və dildarına, yəni sevgilisinə məktub yazır. Kimə? Leyliyə məktub yazır. Atasının Məcnunu səhrada tapması və nəsihətlə yola gətirməkdən aciz qalması. Atası gəlir, Məcnun səhrada tapır və məsləhət vermək istəyir. Aha, deməli, bir gün Məcnun atasına deyirlər ki, dünən Leylinin atası yazıq Məcnunun adını çəkirdi. Deyirdi ki, bu divanə hökmə tabe olmayıb. Bizi el içində bədnam eləyir. Yəni adımızı bəd çəkir də. Daima bizə zərəri dəyir. Elə Nofəlin qəzəbini götürür. Necə ki, təndə canı var, namusumuza ziyandır. Yəni nə qədər ki, bədənində canı var, təndə, yəni bədənində canı var, bizim namusumuza ziyandır bu adam. Şeir ilanın zatında olduğu üçün onu dəf etmək lazımdır. Namus bizim deyil, sənindir. Ya, bu görək. Deməli, atası niyə gedir səhraya? Çünki o, Leylin atasının, deməli, Məcnun haqqında düşüncələrini bilirdi, onu əsəbləşdiyini, onu öldürmək istədiyini. Və, deməli, necə onu tapır? Qanlı göz yaşlarının izini tutaraq onun nişanını axtarır. Qanlı göz yaşları. Gecən qaranlığını gündüzə qatır və gəlir çıxır görək hara. Aha, bir işıq görür. O gəzərkən bir işıq görür. Və o qocaya yol göstərir. Aha, o od qara gecəni gündüzə çevirir. Elə bil ki, odu yandıran böyük bir ərəb qəbiləsidir. Amma deyir ki, görür ki, bu şöyle bir nəfəsdir. Çərçöp yanmasının işığı deyil. Məcnunun başından ucalan ahdır. Ucalı, deməli, od saçır. Deməli, o bir dənə işıq görür, işıq ona yol göstərir və gəlir gör ki, Məcnunun başından ucalan ahdır. Dünyadan gözü çəkmiş, başından gözündən, cismindən keçmiş Məcnunun ahıdır. Bir də ölümü gözləyirdi. Oğlun halını görür və gözündən qanlı yaş tökülür. Deyir ki, onun üzün tozunu silir. O yazır, yaşla dolu gözünü açır, deyir ki, kimsən? Ey mənim həmdənim. Əgər yetişsənsə xəbərini yetir. O bədərlənmiş ayın müjdəsini ver. Əgər yolcusansa vaxtını itirmə, başqa bir mənzil tap. Qoca deyir, ey mənim həyat nəqdimin sahibi, mən sandıqçıyam. Sən gecəni işıqlandıran dürsən. Yəni, mən üzü qara, sən atamam. Mənim ziyana düşmüş ömrümün bağı bəhrəsi. Mən deyirdim ki, sən mənim köməyim olasan, fəxrim olasan. Amma deyir ki, amma elə deyil indi. Bu da deyir. Atası da deyir ki, vəhşilərlə birlik nədir? İnsanlarla xoşdur bu. Vəhşi ilə, quş-quşla, hər öz həmcinsi ilə gəlsin gərək. Atası deyir ki, gəl yerimi sənə tapşırım, ehtiramımın sahibi ol. Deyir ki, həmişə belə məst olmaqdan nə xeyir gələcək? Yəni, oğlunu döndərmək istəyir də. Deyir ki, elə bir dilbərə könül ver ki, sabahı olsun. Yəni, onu əldə eləmək mümkün olsun.
Aa, deyir ki, burada bir dənə bir söz var, deyir ki, bir gün deyir ki, gah Nuhbərin qulluğunda durur, gah İbn Səlama can dostu olur, dünyanın vəfası yoxdur, ta ki deyir ki, sən onunla ailə qurdun, yarın oldu bu adam sən, amma onunla qovuşanda bir gün gələcək ayrılacaqsın. Belə boş-boş gəzməyi burax deyir, Allahı yadına sal, başqa heç kəsə anma. Sonra ruh deyir ki, sənin ruhun Allahındır, sən sözünü ona de. Hər kəs deyir, bir iş görməlidir. Mən deyir, ölümüm yaxınlaşıbdır. Deyir, məni düşün, malımı mülkümü yadlara vermə. Deyir, əzabla yığmışam onu. Qıyma xəzinə özgələrin payı olsun. Bax, ağıllı qoca nəsiyyətini bitirir, bu nəsiyyətləri verir. Bu öğütdə məcmuəsinə təsir eləyir. Biraz meyli olur bu müdrik sözlər. Bir fikrə düşür ki, divanəliyin başını atsın, öz sevdasının nəsiri olmasın və arzusundan keçib eşqə düşməsin. Amma deyir, yenə eşq şəhriyarı o yazığı qulluğuna çəkir ki, sən mənimsən deyir, bu cisim və canda sənin nəyin varsa, mənimdir deyir. Sonra deyir ki, düz deyirsən ayata deyir. Mən inanıram ki, sənin bu dediyin öğüt, kəlam, bunlar hamısı mənim xeyrimədir. Deyir, amma deyir ki, mən eşitmirəm də bunu, mən eşidə bilmərəm. Deyir, mənə rəhm elə, məni sağaltmaq arzusuna düşmə. Və evə çağırma deyir. Deyir, elə düşün ki, deyir ki, mən sənin yerinə keçdim, mal sahibi oldum və sonra yenə getdim və özgəsinə qaldı bu deyir. Mən o atasına bunları danışanda birdən qolundan qolçağına qan olur. Atası heyrətlənir. Məcnun da deyir ki, narahat olma. Deyir, Leylidən qan alırlar, ona görə mən də belə oldum. Onun qoluna deyir, neşləri vurdular və onun nişanəsi məndə də göründü. Biz iki bədəndə bir ruhuq. Bizdə ikilik nişanəsi yoxdur. Hər birimizin özgə canı yoxdur. Sən sanma ki, o odur, mənəm. İki tənimiz bir canla denilir.